sələf etiqadında deyilsən də, sələflərin etiqadında deyilsən. Sələflərin etiqadıdır. Ha, sələflərin etiqadında olan heç bir kimsə gündə İbn Teymiyyə rəddiyə verməz. İbn Teymiyyə ancaq əşarilər rəddiyə verər, rafizlər rəddiyə verər. Mən İbn Teymiyyəni çox istəyirəm, ölülər eşitir deyir. Niyə ki? Açı ölülər eşitmə Pritsom burada ondan qabaq yüzü deyib, nə olsun ki? Ölü eşidir demək, o demək ki, qəbir sortuqlayaq Samir. Yəni bu söhbət Sənin olacaq etiqad, Firuz gəlib deyir ki, deyir ki, mən Quranın ərəb dilində olduğuna inanmıram və kişi adamdır. İbn Teymiyyədən ibarət deyil. Ha, gəlmirsən etiqad daşıyırsan, səmim oldu, deyirəm mən əşariyəm. Sənə görə İbn Teymiyyə deyirəm mən rafiziyəm. Deyirəm mən əşariyəm. İbn Teymiyyə qəbul edilmə sələfdən çıxır. Bəli, çıxır. Ha, çıxır özün bilərsən. Bəli, sələfdən çıxır. İbn Teymiyyəni rədd edən adam sələf etiqadında ola bilməz. Mən rədd eləmirəm ki onu. Elə fikirlər qəbul eləmirsə, deyirəm rədd o çıxır o əqidədən. Elə fikirlər və qəbul eləməyən fikirləri qəbul eləmirəm. Amma onu qəbul eləməyən sələfdən çıxır. Beləncə bir etiqad. Bəli, onu qəbul eləməyən adam bugünkü gündə sələfdən çıxır, sələf etiqadından çıxır. Tamamilə səhv ki, o sənin etiqadındır. Belə konkret belə düz fikirdir. Sən İbn Teymiyəni qəbul eləmirsən, heç bir sələfin qəbul eləməzsən. Yox, sən peyğəmbərin İbn Teymiyyə. Mən neyim? Mənim peyğəmbərim başqadır. Ha, burada söz oynamağa ehtiyac yoxdur. Yəni sən nə söz Samir səndən çox şey istənmir, Samir. Samir, səndən çox şey istənmir. Elementar da dastoyun olmaq lazımdır. Etiqadın nədir qoy ortaya? Dünən ki mənim peyğəmbərim mən rafiziyəm. Yox, mən rafizlik qəbul eləmişəm. Nə böyük problemdir rafizlikdən? Niyə demirsən nasibiyəm? Ha, vallahi mən rafizi olsam, vallahi mən baxmaram mənə nə deyərlər, nə deməzlər. Rafizi olaram ha kişi. Ay şiyan qulaq as mənə. Aslanın nasibiliyi nədə görürsən? İbn Teymiyyəni qəbul eləməyən, İbn Teymiyyə sənin peyğəmbərindir, mənim peyğəmbərim deyil. Yox, başa düşdüm də, başa düşdüm. Deyirəm, Arpaslana deyirsən ki, sən də deyirəm, mən nasibiyəm. Niyə Arpaslan deyirsən ki, mən nasibiyəm? Deməli, desin, Yezdə kafir deməyə dili gəlmir. Niyə deməliyəm ki? Mənim boynumun borcu zadıdır Yezdə kafir demək. Yezdə kafir deməyən nasib olur. Allahın kitabda mənim üzərimə endirdiyi fərziyyətdir. Yoxsa tarix mənim üçün, tarix nə vaxtdan, ümumiyyətcə tarixi mövzular nə vaxtdan din mövzusudur. Bəlkə İbn Teymiyyəni qəbul eləmək şeydir, sələfdir. Qardaş, İbn Teymiyyə İslam alimidir və sələflərin böyüklərindəndir. Onu qəbul eləmək, bu sələfləri inkar edir deməkdir. Mən eləyirəm, qəbul, İbn Teymiyyəni qəbul eləyirəm. Amma eləməsən nə olur ki? Dindən çıxıram mən. Nəyini qəbul edirsən, nəyini? Sən Allahın sifətlərini, əgər sən Allah Teala'nın sifətlərini isbat yox, təbil etiqadına sansa, sən ən azı əşarisən. Ən azı. Təbər qəbul eləməyib, də onu dediyini. Təbərni sən, təbərini açıb göstərəcəm, göstərdiyini qəbul eləyəsən. Yeminiyyət sifətini aç. İmenlə bu yəd sifətini açıb göstərəcəm ki, təbəri yədin görüşündə nə deyəcəksən? Aç da, aç göstər. Gözlə. Müsəlman Arpaslan onu gətirənə qədər, ay Mamid, Samir, bax, deyirsən ki, Arpaslan Yezdə kafir demir, nasibidir. Biz bilirik ki, nasibi əhl-i beyti təhqir edənə deyirlər. Yezdə kafir deyirsən deyənə demirlər. Mən bir dənə bir şey. İbn Teymiyədən ibarətdir bu deyil. Ay Samir. Təzə qayda var da. Yezdə kafir deməyən nasibdir. Bir də Mövsüm qardaşa sonra Bahətinə söz verin də arıcılıqla qalxırlar, zəhmət olmasa. Samir, sənin qələmə, sırf sən Rafizinin qələmə verdiyi Buxari ilə Təbərdən Allaha sığınıram. Bir də sən niyə? Sən deyirsən ki... Sən sığın da neyinirsiniz məni? Bir dənə imkan ver də, həyəcanlanma Samir, öyrədirəm. Nə həyəcanlanma? Sən deyirsən ki, Buxari kitabında ələyaq hədisləri gətirir, olduğu kimi. Onun şərhlərini alim, sahabədən, tabiindən də başqa kitablarında gətirir. Məsəl üçün, Xalq Əfəlül İbadda. Heç birinə təvil eləməyib ki, özü təvil edib. Və ya Təbəri Allahın ayağı ilə bağlı, əli ilə bağlı, məhşər meydanına gəlməsi ilə bağlı hədisləri, sənədləri qızıl sənədlə gətirir, amma gətirdiyini özü iman eləməyib. Sənin qələmə verdiyin Təbəri ciddi alınacaq adam deyil. Allahın, sən də ciddi alınacaq adam deyil. İki variant var Samir. Ya biz oxuduğumuza görə Təbəri ciddi alınacaq, ya səni kəzzab qəbul eləmək. Buxari Allahın üzünə nə deyir? Üz-üzlə nə deyib, özünü deyəsən? Yox, Buxari nə deyir Allahın üzünə? Deyir mülküdür. Göstər görən nə deyir? Mülküdür deyir, Allahın mülküdür. Nə deyirsən buna? Harda deyir? Buxari elə öz kitabında.
Təfsir kitabı Qəssas surəsinin 88-ci ayəsinin təfsirində. Kullu şeyin halikun illa və çoxu illə mülkü. Şərhi ilə bir yerdə. Neynə? Şərhi ilə bir yerdə. Şərhi nədir? Buxarın şərhini. Bu nətər olur? Balağanın şərhi. Deyirəm də, İbn Həcər Əsqalanidir. Ən böyük şərh verən, o da zaten təvilçidir. Ən böyük o verməyib, bu bir İbn Rəcəbdir. Kim verir? İbn Həcər Əsqalanidən böyük şərh verən kimdir? Şərhi ilə Buxari verir də deyir mülküdür, üz mülkdür. Şərhi özü Buxari verir. Buxarı özü şərh verir. Buxarın şərhinə bir dənə şərh verək. Buxari şərh verməyib. Deyirəm təqdim edin. Şərh verib də. Heç kimdən rəy gətirməyib, öz rəyin qoyub. Allah'a and olsun mülkü yazır. Allah'a and olsun mülkü. Mən eşidirsiniz, mən müsəlmanların imamının sözünə hansısa şiənin sözünə hökm vermirəm. Deyirəm ki, onun sənədi ilə bir yerdə Onda sən nasibisən. Mən atıram. Mən indi səhifəsini çəkib atacağam sənə. Mülkü deyəcək. Üzünə Buxari özü deyəcək ki, üzü mülküdür. Üzü mülküdür deyirsən də ki, onda Buxari ki, əgər onu sən qəbul edirsənsə, Buxarini təkfir eləməlisən. Möksüm sən nasibisən qardaş. Mənə kim nasibi deyir, belə mənim ayağımın altına qədər. Başım bıraq. Samir, deyirsənsə ki, Buxari bu görüş üzərindədir ki, mülküdür, onda sən Buxarini təkfir eləməlisən. Allah deyir ki, hər şey məhv olacaq. Buxari deyir ki, Allahın mülkü, yəni hər şey qalacaq. Niyə Buxarini təkfir eləmirsən? İndi əqidəndə səmimi kişi o. Deyirəm, təvil eləyib o. Üzünü təvil eləyib. Yox. Təvil edib mülk deyib görüşündəsənsə, sən özün Buxarini təkfir eləməlisən. Mən Allahın birbaşa yalandır. Ay qardaş, sən o etiqad üzərə sən səhih qəbul eləmirsən ki, mülk deyib. Deyirəm ki, Dadiba get sözünün dalında de ki, Buxari kafirdir, Allah ya. Allah deyir hər şey böyüdür. Buxari deyir hər şey qalacaq. Söhbətlər dayandıraq, Alparslan dəlili gətir. Necə də Alparslanı mən böyüdə bilmirəm, sən böyüt. 10 nəfərlikdə böyütmək. Abi Reski batacaq, qaç buradan. Göstər Alparslan. Nə qaçsa, sən nə danışsın, bax, qaçsın nə da buradan. Elhun qardaş danışmadığı üçün türkdün böyüt. Sonra bunu oxuyandan sonra, bundan sonra gəlib sənin Təbərin adından danışmağı, yəni nə qədər halallıq alasın, mən şər atdığımı, Təbəriyə necə şər atdığımı göstərəndən sonra, bir də gəlib, yəni burada belə şeyləmə, gedin Təbərədən də necə halallıq alarsan da özün bilərsən. Gəl axın Alparslan, şiələr anladıqlar da, eyb yoxdur, yavaş-yavaş öyrənir. Deməli, Maidə surəsinin 64-cü ayətinin təfsiridir bu. Burada gəlir, əl ilə qəsd edilən nədir? Təbəri... Yox, əli də bir dəqiqə deyək. Əli qəbul edən ayağı da qəbul edir. Boş danışma. Yox, əli qəbul edən ayağı da qəbul edir onsuz da. Əli qəbul eləyir. Əli qəbul edən ayağı da qəbul eləyir. Elə bir şey yoxdur, yəni əli qəbul edən ayağı qəbul eləmirəm. Mən əli demədim ki. Əli qəbul edir. Dedim ki, yədə nemət qüdrət deyir. Yad ayağı deyirəm də ayaq. Dedin yədə qüdrət deyir. Yad dedin sən. Kəzzablı. Dedin yədə qüdrət deyir. Səhv dedim də ayağı deyirəm. Burada bu adam deməmişik ki, yədə qüdrət deyir Təbəri. Birinci onu Əli qəbul eləyir də əli nə deyəm ki mən? Səhv elədi də boynunu alır, Alparslan, səbir. Hədə ayağı deyirəm, ayaq. Yəni, baxın, Təbəri deyir ki, birinci görüş. Onlardan biri Allahın nemətləri qəsd edilmişdir demişdir. Bu da deyir görüşləri, əhl-i sünnətdə olan görüşləri gətirir. İkincisi, digər bir qrup isə bununla güc qüvvətin qəsd edildiyini, qüdrətin qəsd edildiyini bildirir. Kimlərdir də o? Bir digər qrup alim isə əl kəlməsinin mülk anlamında olduğunu söyləmiş və belə demişdir ki, uca Allahın, Yahudilər onun mülkü və xəzinələri bağlıdır dedilər, filan, qarotçi. Keçir dördüncü görüşə. Dördüncü görüşə gəlir, deyir, bir qrup alim isə belə demişdir. Yədullah, uca Allahın sifətlərindən biridir. Bu yəddir. Amma insanın orqanı kimi bir orqan deyildir. Bu görüşdə olanlar sözlərində davamla demişlərdir ki, uca Allahın özəlliklə Adəmi öz əli ilə yaratdığını xəbər vermişdir. Yenə bu görüş sahibləri demişdir ki, əgər burada yədin mənası nemət, qüvvət və ya mülk olsaydı, bu təqdirdə Həzrət Adəmi iki əli ilə yaratmasının bir anlamı olmazdı. Zira Cenab-ı Hak bütün yarattıklarını
öz qüdrəti ilə kəndi yaratma iradəsi ilə yaratmışdır. Yəni mənası olmur Adəmi əli ilə yaratmasının. Bu görüş sahibləri sözlərlə davamla belə demişlərdir. Uca Allahın digər qulları deyil də özəlliklə Adəmin yaradılışında onu əlləri ilə yaratdığı söyləməsi onun digər yaratdıklarından ayrı bir xüsusiyyətə sahib olduğunu bildirmək üçündür. Yenə bu görüş sahibləri yenə belə demişlərdir ki, durum belə olunca qədim mənasının qüvvət, nemət və ya mülk olduğunu söyləyənlərin görüşü keçərsiz olmaqdadır. Yenə belə demişlər ki, nəsə burada uzun uzadıdır, yenə belə demişlər, bunlar axırda, indi təbəri. Bu görüş sahibləri son olarak belə dedilər. Beləcə, Hazreti Peyğəmbərin gələn xəbərlər və bu görüşü savunan təfsir bilginlərinin sözləri bu görüşü dəstəkləməkdədir. Gələn nə deyir? Təfsir bilginlərinin sözləri də bu görüşü dəstəkləməkdədir. Təbəri. Aman da Təbəri. yəni Bir dəqiqə səbir ol. Təbəri burada o digər görüşləri görsə necə gətirir? Firuz, bura bax. Qısa. Yəni önəmsiz kimi. Bəli. Amma gəlir 4-cü qrupun görüşünə bir səhifə izah verir. Bir səhifə izah verir. Axırda da deyir ki, təfsir bilginləri özünə məxsus əli var. Qulaq as. Budur ki, əsasən birinci qulaq as da. Fikrim də bahətdir. Allahın özünə məxsus əli var. Allahın özünə məxsus əli. Bunu mən qəbul edirəm usta. Təbər orada digər alimlər dediyi var, digər fikir. Onlar kimlərdir? Əhl-Sünnətdə olardı. Onları deyə bilərlər. Bir kimsə alimlər deməsi və xəta etməsi mümkündür. Burada nə var ki? Yəni Əhl-Sünnə deyib də onu başqa şeydən gətirmir o. Kardeş ben bir saattir buradayım bir de fikrimi de. Alparslan kardeş. birinci görüşü götürür çox zaman. Bahattin kardeş. Ne özür istedim. Alparslan kardeş. Alparslan kardeş. Bu da sana. Allah'ın özünə məxsus əli var. Onu söyle eşitlər. Bir daha sabır. Alparslan kardeş kitabı tevhid qabağımdadır. Eyni sen diyen görüşü getirir. Bukhari'nin kitabı tevhid kitabı qabağımdadır kardeş. Samir sen bunu hardan okumuşsan kardeş? Bax o professoru tez səssiz atında xahiş edirəm. Professoru tez səssiz. Üzə mülk deyir Bukhari. Üzə. Bukhari mülk demir. Bak Bukhari mülk demir. Deyir ki, bu kəndə gözdə ekrana qoyuram onda. reddiye bilmesi var. Ömer abi bir mənə danış nə deyir Buxarı orada Ömer abi? Üzə mülk diyenleri ayrıca reddiye verir. Yani tenkit forması. Bir dənə qatışma. Kim rəddiyə verir? İmam Bukhari bəli. Harda rəddiyə verir? Şimdi atarım sen WhatsApp'a bakarsan ardından. Kitabı Yox, tevhid. zəhmət olmasa bir dənə süründən məşhur. Yaxşı. Bax mən deyirəm Buxari kim istəyir açsın. Təfsir kitabı Qəssas surəsinin 88-ci ayə. Surətul Qəssas gətirir ki, kullu şeyin halikun illə vətfuhu illə mülkuhu. At onu Her mənə şey- WhatsApp'a. Bir de yorum Bukhari'nin təfsir kitabında metniyle at mənə. Fragmentlə danışacaq. Bahattin kardeş, ben Bukhari'nin bütün görüşlerimi verdi bu barədə axı. Bilirsən, sən biləməz deyim, bu kimləsə nəqil deyil. Birbaşa Buxarı ayımdan deyirlər filan. Deyir ki, kulli şeyin halikun illə vəsuhu illə mülkuhu. Mənim gözəl qardaşım, Bukhari'nin bu məsələdə məşhur görüşləri ortadadır. Yəni Ömer kardeş, Buyur, buyur. ekranı böyüt. Bukhari'nin sözünü de tahrif eləməyə ehtiyac yoxdur. Arkasında da böyütmüşlər. Və məşhur görüşü varsa gətirin. Buxarı məşhur görüşü varsa bir kitabını da gətirin ki, deyirsən, amma yarımçıq deyirsən də həmişə. Dalınca da deyir ki, Ekranı böyüt. Ekranı böyüt. deyilir ki, deyilir ki, Bir nəfər düşüncəyə. Urudna qoy ərəbcəsini oraya oxuyaq. Ərəbcəsini qoy oraya, ərəbcəsini böyütmə.
Daha önce dedi ki, siyadımda qalan budur. Yuqalu deyilir ki, mə urudna, belə getməlidir. Ərəbcəsini qoy, Türkçə tərcüməsini yox, Ərəbcəsini qoy. Deyir ki, buradakı illə vəçəhu illə mülkəhu mənasındadır. İlla istisnası ilə Allah'ın üzü murad edildi də deyilər. Hələ burada Buxarinin belə bir görüşü yoxdur ya. Yəni konkret ki, Qardaş, deyilər. deyir ki, illə vəçəhu illə mülkəhu mənasındadır. İlla istisnası ilə Allah'ın üzü murad edildi də deyilir. Yo. Niyə tərif edirsən ki? Yanlış tərcümə. Niyə tərif edirsən Buxarinin sözünü? Deyəndə deyirəm də yanlış tərcümə. Qoy ərəbcə burada Ömər abi bilir. Kəlmə eləyək onu. Qoyam istəsə mən 2-3 dəqiqə çatıram. Mən dükkanı qoyuram. At mənə WhatsApp-a. Bu yanlış At mənə tərcümə. WhatsApp-a. Deyir ki, yuqalu, deyilir ki, mə urudna, diləyənir Allahın üzü ilə, istənilir Allahın üzü ilə. Bir dənə söz İlla deyim. istisnası Atma mənə barəsində WhatsApp-a, o qardaş. istisna verir. İlla, ay qardaş, orada elə bir kəlmə yoxdur, illa istisnası filan. Belə bir kəlmə, bu tərcüməçinin verdiyi şərh. Dedi illa zaten istisnadır da. Deyirəm ki, Buxar elə bir qeyd qoymuyor. Buxarın qoydu budur. Kulli şeyin halikı illa. Ha insanları nə vaxta qədər aldadacaqsınız bilmirəm. Deyən də, cahilsən cahilliyi saxla dözbədə. Cahilsən səni burada fakir gözümün qabağında məsul qoyub dediyin sözü niyə qəbul eləməliyim? Sən burada səndən böyük tələbə var da qardaş. 2 dəqiqə səbirlə qoyuram ekran baxın. Bir dənə üzr istəyirəm, Samirə bir söz deyim danışında. Samir, mənim maraqlı gələn oldu ki, bu əhl-i sünnətin və yaxud da sələfin təbirlərini rədd edib, şiyələrlə necə qovuşursan, Allahın üzü 12 imamdır deyirlər, Allahın əli 12 imamdır, gözü 12 imamdır, döyünən ürəyi 12 imamdır, bizə müxalifə edib, Allahın döyünən ürəyi Həzrət Əlidir deyən şiyələrlə nətər müttəfiqlik edə bilirsən? Çox Hayır Rasim, mən o əqidədəyim ki, Allahın sifətləri özünə məxsusdur. Var, özünə məxsus zatı. Şiyələrə rəddiyə vermirsən ki, Allahın döyünən ürəyi yoxdur. Bu nədə gətirmisiniz? Yox, onu neynirəm, mən şiyələri neynirəm mən. Deyirəm, Nətər şiyələrlə birləşib onlarla bizə hədis gətirsən? Şiyələrin özünün etiqadı küfürdür. Allahın döyünən ürəyi var deyən şiyə ilə nətər əlbir olub bizə hədis Mən gətirsən? oxumuram şiyə kitablarını. Özün oxuyursan. Şiyə kitabı demirəm, dədə. Deyirəm ki, sələfə rəddiyə verib Allahın döyünən ürəyi Həzrət Əlidir deyən şiyə ilə nətər ittifaq edirsən? Bax Ömər abi, bir dənə diqqətli Ömər abi, bax. Evet, mən gözüm seçim. At da mənə WhatsApp olmaz qardaş. Tamam, atacağım. Bir də oxuyum. Sahih Buxari Narahat olmasa nə atacağımı bilirəm mən. Nə atacağımı bilirəm. Mən əlimin altından sən bir Qardaş, dinlə də, bax, deyir ki, Sahih Buxari təfsir kitabı, Surat-ı Qasas. Kulli şeyin halikı illə vəçuhu, hər şey məhv olacaq Allahın üzündən başqa, illə mülkahu. Badanca nə deyir? Bir dəqiqə səbirlə. Və yuqalu, deyilir ki, illə mə uridə bi vəçhullah. Deyilir ki, istənilir Allahın üzü ilə. Yox, hətta orada nə fərqli nə oxudun ki? Bir də Alparslan qardaş, səbir ol. Hə, buyur, davam elə Bahattin qardaş. Hə, deyir ki, qardaş, bax, deyir ki, və yuqalu, deyilir ki, illə mə uridə bi, istənilir neynə? Vəçhullah, Allahın üzü ilə. Gözəl qardaşım, baba özün dedində idxali, düzdür? Hə. Deyilir ki, düzdürmü? Bu kiminsə nəzəridir. Amma ondan əvvəlki nədir? Mənim gözəl qardaşım, o gətirdiyin bütün hamısı nəzərdir. Təhqiq eləsən məsələni, bir mətin üzərindən gəlməsən, Bahattin gözəl qardaşım mənim. Bir mətin üzərindən gəlməsən, təhqiq eləsən, baxarsan ki, kimlərin bu görüşdə olduğunu hətta adları ilə belə gətirib. Tamam, siz onda təqdim edin. Biz onu təqdim gözəl qardaşım. Məsələmiz bu olsa təqdim edərik. İndi o təqdimatı mən sənə, o fikirdə olanları, Yox. Bir dənə qardaş, Agil qardaş, səndən ricam edin. Öz qələmindən, öz əsərindən əksi bir dənə dəlil. Əksi ki, desin ki, Allahın üzü var, özünə məxsus şəkildə biz belə etiqad edirik. Nəsə belə bir şey var. Gözəl qardaşım, yox, biz onu gətirmək məcburiyyətində deyilik. Bizə niyə görə? Çünki orada zaten şeyx buyurur ki, deyilir ki, demirəm mən bu görüşdə. Ya, bax, Ömər abi, deyir ki, bax,
Kullə şeyin halikə illə bəçuhu. Gözəl qardaşım. Nə qoyub? Dinlə də bilən dinlə. Hə, yaxşı, İllə yaxşı. mülkahı. İllə mülkahı. Yalnız mülkündən başqa, düzdür? Bax gözən vergi qoyub. İllə mülkahı. Bu Buxarının özü qoyduq qeyd. Vergül koymayayım. Vergül koymayayım. Vergül orada gösterdiğin şeydedir. Yani kitabın aslında vergül yoktu orada. Tamam, tamam. Tamamlanmayayım orada. İllə mülkahı kimin sözüdür? İllə mülkahı kimin sözüdür? Güzel kardeşim. Bilirsən nə demek ki bu? Bak biz bilərək sen belə çıxır ki bizim xəbərimiz yok idi Buxarinin bu görüşdə olduğu. Bu boyda Əhl-i Sünnə və Cəmaət Buxar adından neçə əsrdir çıxış edir ki Buxarinin Kitab-ı Tövhiddən və digər kitablarından gələn məşhur görüşlərin gətirir ortalığa. Biz bundan xəbərsiz idik gözəl qardaşım. Ya bu bizə necədir? Bu etiqada olan bir təkbir formasıdır. Bu söz yığınıdır. Bunlar qoyuruq qırağa qardaş. Buxari kitabından bu səhifəni köy atmaq. Köy. Səhifəni imkan verin. Sami. Səhifəni Buxari. Bizdə də gidiyorlar. Sami bir də dedinlə də. Səhifəni köy atıram. Kim istəyir atır? Bütün atıram. Bir dakika bardağıya ceza verip bir dakika bardağya Arkadaş danışma oğlum burada. Bahattinlə danışırdım. Ömer kardeş bir dakika bardağya ceza verip nakli tam Sür olsun. Birincisi bu Bahattin gətirdiyi məsələ Buxarıda var, düzdür. Amma biz bildik ki, Buxari kitabını öz əli ilə yazmayıb. Yəni Buxarinin nüsxələri çoxdur və Buxarinin də nüsxələrinə hakim olan İbn Həcər Əl-Əsqalani də deyir ki, bax nə deyir? Deyir ki, bu Nəsəfinin Buxariyə olan rivayətində, yəni Buxari rivayətində nə olmuşdu? Varid olmuşdu illə mülkə. Və bu da deyir ki, mənsubə. Mənsubdur kimə? Əbu Ubeydə Mə'mər ibn Əl-Məsnəyə. Yəni Buxariyə deyil. Və deyir bunu Buxari bu ayənin təfsirlərində bir təfsir olaraq zikr edib, haqq olaraq yox. Bu qədər. Yəni mən Bərday sənə bütün səhifəni Batıl olaraq gətirir. Alparslan'a attım bütün səhifəni. Bizdə dəqiqədə Ömərə attım, bir də ki Bahattinə attım bütün səhifəni. Oxuyun da. Bilirəm. Heç hərfə əzbər bilirəm. Əxi, mən o lazım deyil. Bax, İbn Həcər Əsqalani özü təbilçidir. Onu gətirmək buna əleyhinədir zaten. İbn Həcər Əsqalanidən gətirici ki, başqa sözlər də deyir. Amma bizə lazım olan, bugün əlimizdə Səhih Buxari kimi təqdim olunan bu kitabda deyir ki, hər şey məhv olacaq Allahın üzündən başqa, yəni mülkündən başqa, mülküdür deyir. Sonra deyir ki, və deyilir ki, başqaları nəzərin gətirilir. Burada istənilir Allahın üzü ilə. İndi mən bir dənə əlavə eləyirəm. Allahı görəcəksiniz ayın 14-də gördüyünüz kimi hədisini İmam Buxari gətirir. Dənə hə yox istəyirəm. Gətirir. Gözəl. İndi bu nətər olur? Öz adıma misal çəkirəm. Mən özüm mövsüm olaraq o hədisi gətireyim. Sonra haşa özüm bu hədisi gətirməyimə rəğmən Peyğəmbərə isabət eləməyim, əhsinə müxalifət edeyim şiyələr kimi. Məntiqə Bu şeylər çoxdur. Mövsüm, belə şeylər çoxdur ki, hədis gəlir. Ləpsi götürülmür. Alimlər onu başqa cür qəbul edir. Bahattin qardaş, bax, Möhsün səbir ol. Məsələlərdə, kim olursa olaq fərq etməz. Məsələlərdə adil yanaşmalıyıq. Təhqiqi yarımçıq aparmaq olmaz. Kişinin görüşü ortalıqdadır. Hansısa görüşləri gətirdikdə. Buxari kitabından səhifəni attığımda sənə aç oxu da, səhifəni bütün atmaqla deyil. Qardaş, sən görüşün, Buxarinin görüşü deyil bəyəm, ay Samir, adil danış. görüşü doğru. Ay Bahattin, ekrana qoydu onu. Bir də ki, bir şey... Ekrana qoy sənə, Samir, sən bu məsələlərdə ümumiyyətlə yanlışlığın içindəsən. Mən Bahattinlə ayrıca bir mövzusən. Bax, təbir məsələsini doğru anlamırsan, təfsir məsələsini doğru anlamırsan, ayəyə yüklənən mənaya sən məcaz deyirsən. Biz ayrı görüşlərdəyik. Anlayabilirsənmi? Sən ayrı görüş... Buxari də sizdən ayrı görüşlər. Bir də qardaşım ya, indi məcbur eləmək ki, biraz o başqa tərzdə dedi. Düz demirsən Samir. Düz danışmırsan o barədə. Düzü sən gətir. Düzü mən gətirdim. Buxarinin nəql elədiyi hədislər Buxarinin etiqadıdır. Bir də səbir ol qardaş. Samir, bax, önə qayda hədislər Kuleynin etiqadıdır. Bir də səbir ol da, qardaş, bir də səbir olun.
təsəvvür ol. Bax Samir, bayaqki əvvələ qayıdaq. Mən ona görə qalxdım bura, qardaş. Bayaqki ayət üzərindən danışırdınız da siz məcaz var yoxsa yoxdur. Düzdürmü? Gözəl. Məcazın bir dənə tərifini də mənə. Ömer bir dənə üzr istəyirəm. Məcazı boş verin. Bahəddinin gətirdiyi dəlil özünə rədd edir. Bilirsiniz nə? Ekrana qoysun onu. Bir dənə ekrana qoysun. Orada bir ləfs var. Ona görə. Bir dənə ekrana qoy bax. Kim qoya bilir ekrana? Ay bayım səni atmışam. Səbirli olun. Səni atmışam. Göz səhvəni. Yox, bu bütün söhbətlər zaten kitabdan çəkmişəm mənim qardaş. Kim istəyirsə kitabdan girib göstərmə. Ay Bahəttin sənə attığımı aç da. Sənə attığımı Ay aç. səbirlə də, ay qardaş səbirlə nə fərqi var? Eyni şeydir də. Aç da qoy bütün səhvəni görsünlər. Dezilə belə deyirlər. Bir də ay Samir Ay səbir. qardaş səncə yazdığın tərcümənə göndərdi uzun bir şeydir. Bu da ərəbcəsi. Bax deyir ki, Yo, mən özüm, ay Bahəddin özüm oxuyum da bir dənə səbir ol. Burada bax bunu indi cəm eləmək lazımdır. Demək İbn Həcər Əsqəlani dedi ki, Buxarinin nüsxələri çoxdur və Nəsəfi nüsxəsində bu mülk kəlməsi mənsubdur Əbu Ubeydəyə. Və bu təfsirlərdən bir təfsir olaraq gəlir və həmçinin İbn Həcər də bax bunu deyir. Və biz bu qövülləri toplayanda orada mülkədən sonra bir vergül var və orada Buxarinin öz fikri var. Nə deyir? Deyir ki, və yuqal və deyilir ki, İllə mə uridə bihi və deyildi ki, onunla qəsd olunan ancaq nədir? Vəcihullah, Allahın vəcihidir. Yəni Allahın üzüdür. Yenə Buxari Ya, Bərday düz tərcümə elə. Və yuqalu deyilir ki, illa yalnız mə uridə bi istənilir vəçullah Allahın üzü ilə. Burada bax. Bax, məsəl deyirəm ki, yuradu fi hadihil ayə. Bu ayətdə yurad edilir, murad edilir, yəni qəsd edilir. Bu mənası istənilir nədir? Vəcihullah, Allahın vəcihi. Buxari da burada deyir ki, və deyilir ki, burada qəsd olunan murad ancaq nədir? Vəcihullah. Qardaş, deyir ki, və yuqalu deyilir ki, illə mə uridə bi. Yalnız istənilir. Neynə? Vəçullah, Allahın üzü ilə. Firuz, böyük də bir dənə. Ay Firuz, böyük sənə səhvəni qoy atım. Bizə dəqiq deyəndə Bərda bir dənə Firuz. Bildim, deyirəm ki, ay qardaş, bir dənə qulaq as. Ay Sam, bir dənə söhbət olsun. Deyirəm ki, bax qulaq as. Biz deyirik ki, biz Allahın ayələrinə iman edirik. Alə muradillah və alə muradi rasulih. Allahın muradı üzərinə və onun elçisinin muradı üzərinə. Burada muradla nə qəsd olunur? Böyük səhvədə var da o deyirəm. Məni böyüdü bir dənə, necət məni böyüdü. Firuz'a atmışam. Firuz böyüdü onu ekrana qoy bir dənə oxusunlar. Yaxşı, məni böyüdün. Əldən oxu, ərəbcəsi də var, tərcüməsi də. Belə görsənir, görürsünüz. Yuxarıdan. Buna məndən yaxşı gözü görən yoxdur, mən görəmirəm ha kişi. Buna qartal gözü lazımdır. O yaxınlaşdırın bir dənə gördüm. Böyüdün, baxın da lab yuxarıdakı məsələlər. Arkadaş, mən böyüt, mən ikinci telefonla qoyuram. Təbii ki, deyək şəkildə. İkinci telefonla İkinci telefonu Al qardaş, bax bu ikinci telefon. Allah. Tamam, bax, böyüdürük. Hər kəs rahat görsün. Eyni şeyi gətirir, görsən Qasas surəsini. Bilməm, necə göstərim, bax. Necə gəlir? Deyir ki, Qasas surəsi təfsir kitabı, düzdür? Bax, deyirdi ki... Qasas 88 oxuyuram, səbirlə. Oxuyuram. Deyir ki, başdan oxuyuram. Deyir ki, kulli şeyin xaliqin illə vəsə ayə gətirir. Ayətində keçən vəs kəlməsi mülk anlamına gəlir. İlla ədatı ilə Allahın vəsinin yüzünün qasd edildiyi söylənmişdir. Mücahid də şöyle demiştir.
Ənbə Qəssas 86 ayətində keçən ənbə xəbərlər kəlməsi dəlillər anlamında kullanılmışdır. Bunun fərqi yoxdur ki, mən dediyimlə eyni kəlmədir. Bu da ərəbcəsi. Kulli şeyin halikun illə vəsuhu. Hər şey məhv olacaq Allahın vəcindən, üzündən, simasından başqa. İllə mülkahu. Yalnız mülkündən başqa. Və yuqalu. Deyilir ki, illə mə uridə bi istənilir yalnız vəcullah Allahın üzü ilə. Bu budur qardaş. Yox, bax burada yenə də sən bunu necə də başa düşsən, mülk yenə də onun vəsini isbat edir. Bilsən nəyə görə? Onun mülkü məxluqatıdır. Hər şey həlak olacaq. Çünki təfsirlərdə mən sənə deyim ki, hər şey məhv olmayacaq. Əhl-i sünnətdə və şiədə gələn burada şərhlər var ki, məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem vəfat edib, o yoxa çıxmayacaq, məhv olmayacaq. Cənnət, cəhənnəm məhv olmayacaq. Ölümü dadmayanlar deyə istisnalar gətirirlər, ölümü dadanlar istisna gətirirlər. Burada müxtəlif versiyalar var. Amma bizim danışdığımız şərhlər deyil. Sırf İsmail Buxarinin gətirdiyi bu kəlmədir ki, illə vəcuhu, illə mülkahu, yalnız o mülkündən başqa. Bildimi? Bax, bu Buxarinin nüsxələrini ən gözəl bilən İbn Həcər Əl-Əsqalanidir. O da deyir ki, bu nəsə